Ötən gün Audio-Vizual Şuranın onlayn iclası keçirilib və ARB televiziya kanalının efirində mayın 21-də yayımlanan Elgiz Ezlə proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Şura məlumat yayıb. Bildirilib ki, qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən qadını öz başına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki öz başına buraxdın, evin yıxıldı, qurtardı ye. Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdır və bir də azadlıq vermək lazımdır. Onda siz qadını çox yaxşı tanıyacaqsınız. Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar. Pulu da verəsən, azadlığı da verəsən fikirləri səsləndirilib. Bu fikirlər media haqqında qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi, gender ayrı seçkiliyinin təbliği kimi qeydə alınıb və daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin akt Audio-Vizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub. Sonda Audio-Vizual Şuranın üzvləri ARB kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər. Bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.